Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. Biz kalmıştık, baba başlıyordu ayeyle. Bu dedi ki, bab, kavlillah Teala fe akim veceke liddini hanife. Hemen babın devamıdır. Ayları okuduk, bir neçə hədis okuduk. Ve bu babda uzun babdır. Burada esasen danışır sünnet tabisilikten. Ve şeyh devam ediyor ki, وَلَهُمَ عَنْهُ مَرْفُعًا مَا مِنْ مَوْلُودٍ إِلَّا يُولَدُ عَلَى الْفِطْرَةِ فَأَبَوَاهُ يحودانه أو ينصرانه أو يمجسانه كما تنتج البهيمة بهيمة جمعاء هل تحسون فيها من جدعاء حتى تكون أنتم تجدعونها ثم قرأ أبو هريرة رضي الله عنه فطرة الله التي فطر الناس عليها muttefakun aleyh. Və şeyx yenə deyir ki, onların hər birində gələn mərfu hədislər, onların hər biri deyəndə, yəni bundan əvvəlki hədisləri qeyd edir. Ki, onlar bundan qabaqki hədislər biri Müslimdə, biri Buxarıda gəlmişdir. Yəni onların Buxarı Müslimdə gələn hədislər Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hər yeni doğulan uşaq fitrət üzərində doğulur. Sonradan deyir, onun valideynləri Yahudi, ya Nəsrani, ya da Məcusi ilə məşhur hədisdir. Necə ki deyir, bir heyvanı əzaları salamat doğulduğu kimi Peyğəmbər sallallahu aleyhi ve sellem misal çəkir. Yəni, əzaları salamat doğulan bir heyvan kimi. Məgər deyir, onda hər hansısa bir naqislik hiss edirsinizmi? Yəni ki, qulaqsız, ayaqsız, ritq olar. Hətta takuna entum tecda'unha deyir, ta ki o doğulan heyvan böyüyür, siz deyir onda nəyi naqisləşdirirsiniz. Məsələn, qoyundur, quzu olur, biraz böyüyür, qulağını kəsirlər. Və bizdə itin balalarının ilə qulağını kəsirlər, quyruğunu kəsirlər. Yəni deyir ki, Peyğəmbər sallallahu fitrəti misal çəkir. Görsən deyir, insan fitrət üzərində doğulur. Necə ki, heyvan fitrət üzərində doğulur, bütün əzaları yerində olur. Fitrət üzərində doğulur nədir? Görsən dedi ki, Yahudi eləyir, valideynləri ya Nəsrani, ya da ki, Məcusi. Demədi, müsəlman eləyir. Onsuz da müsəlman doğulur insan. Fitrət üzərində doğulmaq olur. Sonra deyir, Əbu Hüreyrə bu hədisi danışandan sonra bu ayəni oxuyur. Fitrətallah ilə fətran nəs aleyhə. Bu Allahın fitrətidir, insanlar üzərində. İnsanlar üçün yaratdığı Allahın qoyduğu fitrətdir. Burada Şeyx Salih Fəvzan deyir ki, fitrət deyəndə tövhid qəsd olunur. Yəni, insanlar tövhid üzərində doğulurlar. Və onlar əgər fitrət üzərində salamat qalsalar, haqq dəvəti qəbul edirlər. Rəsulların gətirdiyi dəvəti. Və Peyğəmbər s.ə.v deyir, burada qoyunu misal çəkir. Hansı ki, deyir, o salamat olur bütün əzaları. Nə onun qulağı kəsilib, nə buynuzları kəsilib, salamat da olur. Onu deyir, sonradan insanlar özləri onun buynuzlarına, yaxud da qulaqlarını kəsirlər, naqisləşdirirlər. Necə ki, insanı ya valideynləri və yaxud da ki, zəlalət imamları azdırırlar. Ona görə əsl odur ki, insan fitrət üzərində doğulur. Sonra şeyx davam edir. Bugün danışacağımız ikinci hədisi zikr edir şeyx. Və an Huzeyfə radiyallahu anhu qal, kənən nəs yəsəlun Rasulullah sallallahu aleyhi ve sellem anil xeyr. Bu da məşhur hədisi. Huzeyfə radiyallahu anhu deyir ki, insanlar Peyğəmbər sallallahu aleyhi ve sellemdən xeyr barədə soruşurlar. Və ənə əsəluhu anil şər. Mən isə deyir, şər barədə soruşurdum. Məxafətə ən yudrikəni fəqultu ya Rasulullah, inna kunna fi cahiliyyəti və şərrin. Fəcəənə Allah bi hədəl xeyr. Fəhəl bə'də hədəl xeyr min şər. Və deyir, şər barədə ona görə soruşurdum ki, qorxurdum ki, ona düşərəm. Və mən Peyğəmbər sallallahu aleyhi ve sellemə dedim ki, ya Resulullah, biz deyir, cahiliyyə və şər içindəydik. Və bizə deyir, ondan sonra xeyir gəldi. Və bu xeyirdən sonra şər olacaqmı? Və qalən Nəbi sallallahu aleyhi ve sellem, nə'am. Qultu və həl bə'də zəlikə şərrin min xeyrin, qalə nə'am və fihi dəxan. Qultu və mə dəxanuhu, qalə qavmun yəstənnuna bi qeyri sünnəti və yəhduna bi qeyri hədi, tə'arifu minhu və tunkiru. قلت فهل بعد ذلك خير من الشر قال نعم فتنة عمياء ودعاة على أبواب جهنم من أجابهم إليها قذفوه فيها. Sonra deyir, mən dedim ki, bu xeyirdən sonra şər gələcəmi? Peyğəmbər s.ə.v deyir ki, bəli. Yəni biz cahillikdəydik, şər içindəydik. İslam gəldi, xeyri gəldi. Bu xeyirdən sonra şər olacaq. Peyğəmbər s.ə.v deyir, bəli, şər olacaq. Sonra deyir ki, sahabə Huzeyfə ibn Yəmən, bu şərdən sonra da yenə xeyir olacaq. Peyğəmbər s.ə.v deyir, olacaq. Yəni bu şərdən sonra xeyir də olacaq. Hansı ki, soruşursan, bundan sonra şər. Ondan sonra bir dənə xeyir olacaq. O xeyirdən sonra isə duman olacaq, deyir şeyh. Peyğəmbər s.ə.v. Sahabə deyir ki, duman nədir? Daxan, deyir Peyğəmbər s.ə.v. Peyğəmbər s.ə.v deyir ki, duman deyir, odur ki, mənim sünnəmdən başqa sünnənin üzərinə yol tutacaqlar. Və başqa, mənim hidayətimdən başqa yola, hidayətə yönələcəklər. Və deyir, sən onları tanıyacaqsan, amma inkar edəcəksən. Və mən dedim ki, bu xeyirdən də sonra şər olacaqmı? Peyğəmbər s.ə.v deyir ki, bəli, olacaq. Onda da deyir, körlərin fitnəsi olacaq. Fitnət ummiyə. Və deyir, cəhənnəm qapısında dayanan dəvətçilər olacaq. Kim o dəvətçilərə deyir, cavab verərsə, onlar deyir, cəhənnəmə düşəcəklər. Sonra hədis davam edir və Hüzeyfə ibn Yəmən deyir ki, qult ya Rasulullah, sifhum lənə. Görsən, sahabə deyir ki, onları bizə vəsf elə.
maraqlı gəlir ki, onlar kimdir? Peyğəmbər s.ə.v buyurur ki, hum min cildətina və yətəkəlləmuna bi əlsinətina. Qultu ya Rasulallah, ma tə'muruni in ədraktuhu zəlik? Qalə təlzimu cəmaətəl musliminə və imaməhum. Qultu fəin ləm yəkun ləhum cəmaətun və lə imamun. Qalə fə'təzil tilkəl firaq kulləhə və ləv ənnə ta'adda bi adli şəcərətin həttə yudrikəkə əl-məvtu və əntə alə zəlik əxrəcəm. Deyir, sonra mən dedim ki, ya Rasul, onları bizə vəsf elə, onları mənim üçün vəsf elə. O dedi ki, onlar, hansılar ki, onlar zəlalət imamlarıdır, onlar bizim cildimizdən və bizim dilimizdən danışanlardır. Bizim cildimizdən olub, bizim dilimizdə danışanlardır. Və mən dedim ki, ya Rasulullah, mən deyir, onları görsəm, mənə nə əmr edirsən? Peyğəmbər s.ə.v deyir ki, müsəlmanların cəmaatı və imamları inanın. Və mən dedim ki, əgər deyir, cəmaat və imam olmasa nə edeyim? Peyğəmbər s.ə.v deyir ki, bütün firqələrin hamısını tərk edin. Hətta deyir, get bir ağacın gövdəsindən yapış, səni ölüm haqlayana qədər orada qal. Bu da əzəmətli hədis deyil. Ona görə Şeyx Salih Fəvzan deyir ki, bir xeyri öyrənəndə onun ziddini də öyrənmək lazımdır. Çünki bir xeyirli şeyin məqamı, dərəcəsi, üstünlüyü, fəziləti onun ziddi ilə bilinir. İnsanlar tövhidi, şirki başa düşəndə başa düşürlər. İnsanlar bidəti, sünnəni bidəti anlayanda başa düşürlər. Ona görə ziddi ilə öyrənmək lazımdır. Çünki Şeyx Salih Fəvzan deyir ki, "Lənnəkə izə iqtasarta alə təallümül xeyr." Əgər deyirsən, xeyir öyrənməkdə az eləsən, az öyrənsən, və ləm tətəallüm mə yuxalif və yudaddu və ona deyir, müxalif olan, zidd olan şeyləri öyrənməsən, xeyrə zidd olan şeylər. Ola bilsin ki, deyirsən, özün necə bu ziyana, şərrə düşəsən. Neçə deyir insanlar var, neçə dəvətçilər var, neçə alimlər var, ölkələr, şəhərlər, kəndlər. Onlar bu dəqiqə şirki tövhidi şirk bilirlər. Niyə görə? Çünki şirki öyrənmirlər. Əksini öyrənmirlər. Və hətta suallar verirlər ki, tövhidi öyrəndin, deyir, bəs eləyir, nəyə lazımdır? Cəhmiyyələr öyrənirik, Mu'təziləni öyrənirik. Onlar bizim nəyimizə lazımdır? Əslində, ümumi cahillər üçün belə ağlabatan sualdır. Onlar düşü düz deyirlər, mən öz əqidəmi öyrəneyim, mən neyinəm ki, Mu'təzilə əqidəsidir? Mən neyinəm ki, Cəhmiyyəni, Murciyəni, Xavarizi, nəyimə lazımdır ki? Xeyr, sən onları bilməsin ki, belə onlara düşəcəksin. Onları bilənlər elə ki, ona düşürlər. Ona görə səhih əqidəni öyrənəndən sonra, təbii ki, ona müxalif olan əqidələr də olmalı, öyrənmək lazımdır. Və şeyx deyir ki, فَلَا بُدَّ مِنْ هَذَا الْأَمْرِ وَهَذَا هُزَيْفَةَ بْنُ الْيَمَنِ وَهُوَ الصَّحَابِيُّ الْجَلِيلُ كَانَ يَسْأَلُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ şər. Və deyir, bu məsələni öyrənmək vacibdir. Bax, deyir, Hüzeyfə ibn Yəmənə böyük sahabə idi. Və Peyğəmbər s.ə.v şər barədə soruşurdu. Və Peyğəmbər s.ə.v bunu ona qadağan eləmədi. Ona görə indiki zamanda heç kim sənə qadağan eləyənməz ki, sən niyə görə soruşursan ki, bidətçilər nədir? Niyə görə biz öyrənməliyik? Lazım olsaydı Peyğəmbər s.ə.v deyir ki, Hüzeyfə, bu nədir? Soruşursan. Uzaq ol belə şeylərdən, fitnə çıxardırsan, qardaşları bölürsən sən. Demədi Peyğəmbər s.ə.v. Əksinə onu iqrar elədi. Nə sual verdi, cavab verdi. Sən demədi ki, bəsdir, burada dayan, davam elədi. Hüzeyfə soruşdu, Peyğəmbər s.ə.v cavab verdi. Və ona bəyan elədi fitnələri. Dünyada baş verəcək fitnələrdən, şərlərdən, insanların imtihan olmasından. Və bu da labüddür ki, insanlar ixtilafa düşəcəklər. Bu da Peyğəmbər s.ə.v-in Peyğəmbərlik əlamətlərindən, dəlillərindən idi ki, o gələcəkdə baş verəcək hadisələri xəbər verirdi. Necə ki, deyir, İnnəhu mən yəiş minkum bə'di fəsəyərə ixtilafən kəsiran. Sizlərdən kim məndən sonra yaşayacaqsa, çoxlu bir ixtilaflar görəcəksiniz. Çoxlu ixtilaflar olacaq. Ona görə Peyğəmbər s.ə.v xəstəliyi deyəndən sonra, xəstəlik nədir? Şər nədir bu da? İxtilaf. Onun dərmanı da deyir, fəaliyyətin bir sünnəti. Və deyir, sizə vazif ki, mən sünnətimdən və sünnət xulefər Raşidinə məhdiniyyə min bə'd. Və məndən sonra gələn, doğru yolda olan Raşidi xəlifələrin sünnəsini yapışın. Və sonra gücləndirir Peyğəmbər s.ə.v. Təməssəqu bihə, onlardan tutunun və addu aleyhə, gücləndirir sözünü. Bir demir ki, mən sünnəm, əlavə edir. Rəşidi xəlifələr, ondan sonra da gücləndirir sözünü. Deyir ki, tutunun, bunlardan azı dişlər bizlə yapışın. Sonra görsən, şərdən çəkindirir, yəni o iyyəkum muxtəsət. Sizi yeni çıxan şeylərdən çəkindirirəm. Dində yeni çıxan şeylərdən çəkindirirəm. Hər yeni çıxan şey bidətdir. Bidət sözünü Peyğəmbər s.ə.v deyir bizə. Bizim alimlər çıxartmayıb. Bidət sözünü Peyğəmbər s.ə.v deyir ki, فَإِنَّ كُلُّ مُحْتَسَةٍ بِدَعَ. Hər bir yenilik bidətdir dinlə. Və heç bir istisna da qoymayıb, yaxşı, pis bidət. Sonra başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur ki, Yədullah mə'al cəmaə. Allahın əli cəmaatın üzərindədir. Niyə görə Şeyx Salih Fəvzan bu hədisi gətirir? Çünki Peyğəmbər s.ə.v Hüzeyfəyə nə əmr elədi? Cəmaatla və imamlarla oldu. Ona görə Allahın əli cəmaatın üzərində. Və mən şəddə ilənlər. Kim onlardan ayrılarsa, cəhənnəmə ayrılıb düşür. Sonra deyir ki, başqa bir hədisdə mən fərəqə cəmaətə qidə şibrin. Kimdir bir qarış cəmaatdan ayrı düşərsə, artıq bir boynundan İslam boyunduruğunu çıxartmış olur. Ona görə cəmaatdan ayrılığa düşməyi, cəmaatdan ayrılmaq dindən çıxmağa aparır insan və ya bidətə aparır. Necə Şeyx Arafat deyir, Hafizəhullah deyir, neçə insanlar gördük ki,
Əhl-i sünnə idi, sələfi idi, tək getdilər qaldılar. Heç kimə qoşulmadılar. Bir müddət sonra görüşdük, özlərində də şübhəyə düşmüşlər onlar. Təklikdə də sələflərin kitabını oxuyurdular, alimlərə qulaq asırlar. Amma öz-özlüyündə şeytan onlara vəsvəsə verə yazdırmışdı onlar. Baxmayaraq ki, heç kimə qoşulmamışlar. Çünki ən böyük düşmən sənin yanında da elə şeytan. Bir cəmaata qoşulmaq lazım verir. Sənin yanındakı vəsvəsə verir. Sonra deyir, Şeyx Salih Fovzan deyir ki, indiki dövrdə bidət əhli, Peyğəmbər s.ə.v o vəsf elədiyi cəhənnəm qapısında deyən dəvətçilər artıblar. Zəlalət dəvətçilər və deyir, onlar ayaqları üzərindədirlər. Tərpənmirlər və dəvət edirlər. Onlar deyir, hətta televizor kanallarında, internetdə, bütün şəbəkələrdə məşhurlar, yayılırlar, deyir, kitablara yayılır. Təəssüflər olsun ki, deyir, onlar şərri də dayanmadan və insanlar deyir, rəy azadlığına çağırırlar. Ki, siz azadsınız, siz üçün imtihan edilməz dinimizlə. Və ona görə də əhl-i sünnə gərək onlara qarşı mübarizə aparsın. Və Peyğəmbər s.ə.v də fitnələrdən qurtulmaq üçün müalicələr deyil necə dedik. Onlardan da biri məsələn Allah Subhanahu taala ayəsi: "Və men yuşaqi rasulə min ba'di ma tebayyana lehu'l huda və yettabi ghayra sabilil mu'minin nuvallihi ma tawalla və nuslihi cəhənnəm və sa'at masira." Kim ona dəlillər bəyan olduqdan sonra, doğru yol bəyan olduqdan sonra Rəsula üz döndərərsə və möminlərdən başqalarının yoluna üz tutarsa, onu üz tutduğu yerə yönəldər və cəhənnəmə salar. Və bu ayədə də möminlər deyəndə sahabələr qəsd olunur. Peyğəmbər s.ə.v Huzeyfə bin Yəmənə sonra nə dedi? Huzeyfə bin Yəmən dedi ki, birdən cəmaat tapmasam, imam da tapmasam, nə edeyim? Dedi, onların hər birini tərk elə. Görsən demədi ki, onlara dinən ki, gəlin hamımız qardaş olaq. Dedi, hamısını tərk elə. Və istisna da qoymadı. Fə'təzid tilkəl firqa kulləhə. Hamısını. Fərq yoxdur. Hansı firqə olar olsun. Hamısını tərk elə, onu da tək qal. Əgər cəmaat olmasa. Yox, cəmaat varsa, sənə vacibdir ki, cəmaat olmasın. Sonra ki, Muhammed ibn Əbu Vahhab davam edir və deyir ki, وَزَادَ muslimun və deyir, bu rivayətin üzərindən Muslimdə gələn həmin oxuduğumuz Huzeyfə bin Yəmənin rivayəti Muslimdə daha uzun gəlir. Və deyir, onun artığı da odur ki, Muslimdə olan davamında belə deyir ki, Huzeyfə bin Yəmən ثُمَّ مَاذَا sonra nə olacaq ya Rasulullah? Peyğəmbər s.ə.v deyir ki, قَالَ ثُمَّ يَخْرُجُ الدَّجَّالِ مَعْهُ نَهْرٌ وَنَارٌ فَمَنْ وَقَعَ فِي نَارِهِ وَجَبَ أَجْرُهُ وَحُطَّ وِزْرُهُ وَمَنْ وَقَعَ فِي نَهْرِهِ وَجَبَ وِزْرُهُ وَحُطَّ أَجْرُهُ قُلْتُ ثُمَّ مَاذَا قَالَ ثُمَّ هِيَ قِيَامُ السَّاعَةِ Sonra deyir ki, Peyğəmbər s.ə.v soruşur, bəs sonra nə olacaq? Yəni bu cəmaat da olmasa, imamlar da olmasa. Peyğəmbər s.ə.v deyir ki, ağzının kötüyündən tutun, deyir, ondan sonra nə olacaq? Deyir ki, ondan sonra Dəccal çıxacaq. Və onun yanında bir dənə cənnət və cəhənnəm olacaq. Və daha doğrusu axar çay və od olacaq. Yəni o da cənnət cəhənnəm vəsində olacaq. Kim onun cəhənnəminə düşərsə, girərsə onun cəhənnəminə, ona savab yazılar və günahları silinər. Və kim də onun cənnətinə girmək istəyərsə, Dəccalın yanında olan cənnətə, ona günah yazılar və savabları silinər. Sonra deyir, Huzeyfə bin Yəmən soruşdu, bəs sonra nə olacaq? Peyğəmbər s.ə.v deyir ki, sonra deyir, qiyamət saatı olacaq, qiyamət qopacaq. Və Dəccal barədə Peyğəmbər s.ə.v bir çox yerlərdə bildirib. Və necə ki, bidət əhli deyir ki, niyə görə biz bidətçilərdən danışırıq? Hər dövrdə olur, indi müasir vaxtda da, məsələn, şeyxlər, tələbələr bidətçilərdən danışanda onlar narahat olurlar ki, bir dəfə edin, iki dəfə edin, bəs edir də, niyə görə hər gün danışırsan? Və alimlər ona bunu dəlil gətirirlər ki, Peyğəmbər s.ə.v hər dəfə ki, fitnələrdən, şərlərdən danışanda Dəccaldan danışırdı. Halbuki Dəccal yox idi. Və bilirdi ki, öz dövründə çıxmayacaq. Hətta gözünə qədər demişdi ki, gözü necə olacaq, alnında nə yazılacaq, saçı necə olacaq, rəngi necə olacaq, hardadır indi, hardan gələcək, hara gedəcək. Bütün xəbərlərini vermişdi Dəccalda. Baxmayaraq ki, Quranda yoxdur. Dəccal barədə Quranda bir dənə daha yoxdur. Hədislər kifayət edir Dəccal barədə. Və Peyğəmbər s.ə.v bundan çəkindirirdi. Ona görə də əhl-i-sünnə elə olmalıdır. Şər olan, fitnə olan şeydən çəkindirməlidir. Və həmçində namazlarımızda, necə bilir ki, namazların 5-də də Dəccaldan Allaha sığınırıq. Və Ömər radiyallahu deyir ki, minbərlərdən Dəccaldan danışılmayanda Dəccal gələcək. Minbərlərdə Dəccaldan danışılmayanda Dəccal gələcək. İnsanlar artıq qəflətdə olacaq. Niyə görə? O Dəccaldan aid? Çünki o fitnəsi şiddətli olacaq. Hər bir Peyğəmbər, Peyğəmbər s.ə.v deyir ki, məndən qabaqçı Peyğəmbərlər də öz ümmətlərini Dəccal barədə xəbərdarlıq ediblər ki, Dəccal gələcək. Çünki fitnəsi böyüdür. Sonra Şeyx Muhammed ibn Vahhab davam edir, deyir ki, qalə Əbu'l-Aliyə təalləmul İslam, fəidə təalləmtumuhu, fələ tərğəbu anhu və aleykum bis-sirati müstəqim, fəinnəhu İslam, və lə təhərrəfu anis-sirati yəminən və lə şimənə, və aleykum bis-sünnət nəbiyyukum sallallahu aleyhi ve selləm, və iyyakum hədil əhva intəhə. Kələmü rahiməhullah. Sonra Əbu Aliyyənin sözünü gətirir. Əbu Aliyyə Riyahi böyük tabinlərdən olur. Ömər radiyallahu anh Quranı 3 dəfə oxuyub. Quranı təhvil verir buna. Ömərə. Və görsən, Muhammed ibn Vahhab da sələflərin yolunu davam edir. Görsən, birinci ayələr gətirdi, sonra hədislər, indi əsər gətirir sələflərin sözünü. Hələ ki, öz sözü yoxdur. Amma bidət əhlinin kitabına baxsan, ancaq öz sözləri, fəlsəfə, Aristotel,
Əflatun belə getdi, Platon belə getdi. Ancaq insanların sözlərindən danışılır. Heç bir əsər gətirmir. Hətta sələflər gətirdiyi əsərlər belə Quran sünnəyə dayanır. Məsələn, Əbu Aliyə buyurur ki, deyir, İslamı öyrənin. İslamı öyrənin. Siz deyir, ona öyrəndikdə ondan üz döndərməyin. İslamı öyrənəndən sonra, yəni sabit qalın. Və deyir, sizə vacibdir ki, doğru yol üzərində olasınız. O da İslamdır. Və deyir, o doğru yoldan sağa, sola meyil etməyin. Doğru qalın, sabit qalın. Və deyir, sizə vacibdir ki, Peyğəmbərlik sallallahu aleyhi ve səlləmin sünnəsindən tutunasınız. Və sizi çəkindirərəm havalardan. Hava da nə demək deyir? Alimlər hərdən bidət deyir, hərdən hava deyir. Hava bütün şərlərə aparan şey deyir insan. İnsanı nə şərlə aparırsa və yaxud da bəzən deyib ki, şəriətə zidd olan hər bir şey aparan şeyə hava deyilir. Və burada Şeyx Salih Ozan deyir ki, Əbu Aliyyənin böyük 4 dənə vəsiyyəti var deyir bizə. Diqqətlə oxumaq lazımdır deyir bu. Birinci deyir ki, təalləmül İslam. İslamı öyrənin, yəni onu bilin. Öyrənin onu. Və deyir, kifayət deyil ki, sənə deyəsən ki, mən müsəlmanam və İslamı bilmirsən. Bu sənə kifayət eləməz. Onun rükunlarını, İslamı pozan şeyləri də öyrənmək lazımdır. Özü bəsirət üzərində, elm üzərində öyrənmək lazımdır bunlar. İkincisi isə deyir ki, فَإِذَا تَعَلَّمْتُمُوهُ Siz deyir, onu öyrəndikdə ondan üz döndərməyin. Yəni onu bildikdən sonra ondan tutunun, möhkəm yapışın. Çünki bir şeyi öyrənmək asaddır, nəinki onda sabit qalmaq. Onda sabit qalmaq daha çətindir. Və deyirsə, vacibdir ki, onunla da Şeyx Salih Ozanın içində sabit qalıb bilərsən onda, öyrəndən sonra. Əməllə, əməl eləməklə. Ona görə onu öyrəndən sonra əməl edin. Sonra ikinci vəsiyyət odur ki, sizə doğru yolda olmağı vəsiyyət edir. Əbu Aliyə deyir ki, bu da ayədən götürür ki, وَأَنَّ هَذَا صِرَاطٌ مُسْتَقِيمًا فَاتَّبِعُوهُ Allah Subhanahu əmr edir ki, bu sizin doğru yolunuzda ona tabe olun. Və yaxud da ki, deyir, necə ki, hər gün hidayətçinin zahirlə deyir, mən neydi sənə Allah hidayət versin, mən də hidayət olmuş onda. Sən o stüddən namazda hər gün istəyirsən. Ehdinə sırata müstəqim, mənə doğru yol yox. Mən insanın hər vaxt hidayətə ehtiyacı var. Dördüncü vəsiyyəti isə sonuncudur ki, havalara tabi olmayın. Və o da ayədən götürür ki, وَلَا تَتَّبِعُوا السُّبُلَ Yollara tabi olmayın. فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ O sizə Allahın yolundan azdırar. Sonra Şeyx davam edir. Şeyx Muhammed İbn Vahhab kitabın əvvəlindən mesela axırıncı babdan bir dənə oxusun, indi danışır. Ancaq ayə hədis və əsər getmir. Deyir ki, təəmməl kələm Əbu Aliyə. Demir ki, mən deyirəm. Bir Əbu Aliyənin sözünü fikirləşir. Yəni, indi zikr edilmiş bir söz var, deyə Əbu Aliyənin. Muhammed İbn Vahhab deyir ki, onu düşünün bir dənə. Hədə mə əcəlləhu və a'rif zəmanəhu ləti yuhaddiru fihi minəl əhval ləti mən ittəbə'hə fəqad rəğibə amil İslam. Deyir, gör necə də əzəmətli söz deyir. Və deyir, onun bir dənə zamanına fikir verir. O deyir, havalardan çəkindir. Hansı zaman deyir Əbu Aliyə? Tabinlər vaxtında sahabələr görürlər. O vaxtda deyir, o havalardan çəkindir. Və İslamdan üz döndürməkdən çəkindir. Sonra Şeyx Muhammed Vahhab devam edir. Təfsir al-İslam bis-sünnə və xawfəhu alə ə'ləm təbi'in və uləmə'in minəl xuruc an sünnət və kitab. Onlara deyir, İslamın sünnənin təfsirini başa salır. Və onlara qorxudur nə ilə? Kitab və sünnədən qıraat çıxmaqdır. Halbuki onlar kim idi? Onlar alimlər idi, məşhur tabinlər idi. Onlara o şeylə qorxudur. Yətəbəyyən ləkə mə'nə qavli təalə. Sənə deyir, bu ayələri başa salır. Əbu Aliyə ki, İz qalə ləhə Rabbu əslim, qalə əslim li Rabbi alimin. Və vəssa biha İbrahimu bənihi və Yaqub ya bəniyə inna Allah istəfə ləkum dinə fələ təmutun illə və əntum müslimun. Və qavlihi və mən yərqaman ən milləti İbrahimə illə mən səfiyyə nəfsə. Yəni bu ayələri işarə edir sanki Əbu Aliyə sənə üçün ki, bir zaman deyir, o dedi ki, Allah subhanallah İbrahim əleyhissalam dedi ki, təslim ol, o da deyir, təslim oldum. Alimlər Rəbbi ona Allaha təslim oldum. Başqa bir ayədə İbrahim və Yaqub öz övladlarına belə vəsiyyət elədi ki, Allah sizi bu dində seçib. Və siz də müsəlman olduğunuz halda yəni sənə bəsit gəlməsin bu şeylər ki, mən bunları öyrənməməliyəm və yaxud da uşaqlarıma deməməliyəm ki, müsəlman olun. Bununla var ya, bilir də onsuz hər gün eşidir, yox. Bunlar bəsit şeylər deyil, bunlar təkrarlamaq lazım. Görürsən, hətta İbrahim əleyhissalam, Yaqub əleyhissalam belə peyğəmbər idilər, baxmayaraq ki, hər gün dəvətdə idilər, yəni ölüm anlarında belə görünən deyirlər evladlarını, dövlətə çağırdılar. Sonra başqa bir ayədə İbrahimin dinindən ancaq səfih olan üz döndərər deyir. Çünki İbrahimin dini tövfiq edib. Sonra Şeyx Muhammed İbn Vahhab davam edir və əşbəhu həzir usul kibar ləti hiyə əsl usul. Və deyir, buna bənzər üsullar sənə xatırladır Əbu Aliyə, İslamın üsullarını. Və nəs anhə fi qaflətin. İnsanlar deyir, ondan qəflətdədir. Və bima'rifəti yətəbəyyənu ma'nə əhadithi fi hədəl bəl və əmsəliyyə. Və əməl insanu ləzi yəqra'uhə və əşbəhəhə və huvə əminun mutmainun ənəhə lə tənəluhu. Və yəzunna ənəhə fi qavmin kənu fəbədu əminun məkrəllah və lə yəminun məkrəllah illəl qavmul xasirun. İlləl qavmul xasirun. Sonra deyir ki, şeyx, insanlar deyir, bundan qəflətdədirlər, onu öyrənməkdən.
Onlara deyir hədislər, bu babdan hədislər və onun mislində olan hədislər bəyan olunur. Amma deyir insanlar onları oxuyurlar və elə bilirlər ki, əmindirlər, mutmaindirlər. Və elə zənn edirlər ki, onlar bir qövmdürlər və Allahın deyir məkrindən əmin olduqlarını zənn edirlər. Allah Subhanahu deyir ki, "Fələ yə'mənu məkrəllah." Allahın məkrindən əmin olmayın. İllə qavmul xasirin. Allah hiləsindən belə deyir, lord dildə. Yəni istidrac eləməsindən. İstidrac da yəni Allah Subhanahu taala qula nemətlər verər, o nemətlər onu azdırar. Allah qorusun. O da qəflətin ən dərinliyidir. Ona görə sən əmin olmaq ki, hə mən İslamı bilirəm, mən müsəlmançılığı bilirəm. Mən başa düşmüşəm, nəyə lazımdır bu sözlərə, doğru yolda sabit qal, iman gətir, təzədən niyə deyir bunlar? Şeyx deyir ki, buna görə ki, Allahın məkrindən əmin olmayasan, arxayın olmayasan ki, mən azmayacam. Düzdür ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Peyğəmbər sallallahu aleyhi ve sellemin demir dua elədiyi dualardan biri buydu. Peyğəmbər sallallahu aleyhi ve sellem yatanda, duranda dualar edirdi. Ya məclisdə istiğfar edirdi. Amma ən çox elədiyi duası buydu. Ən çox, ya muqallibel qulub, ey qəlbləri çevir. Və bir hədisdə, ya muqallibel qulub vəl əbsar, belə deyirdi. Ey qəlbləri və gözləri çevirən Allah. Təbbit qalbi alə dinik. Qəlbimi sənin dinin üzərində sabit elə. Sabitçilik istəyir. Görsən, dində alimlər barəsində Allah nə buyurur? Rasikhuna fil ilmi, elmdə öndə gedənlər nə deyir? Yəquluna əmənnə bihi. Biz ona iman gətirdik. Kullu min indi Rabbina. Bu bizim Rəbbimizdəndir. Demək ki, biz öyrəndik, başa düşdük, çox. Deyir, biz ona iman gətirdik. Yəni, bizim Rəbbimdir. O məyyəzdək görə illə ulul əlbəb. Bundan sonra deyir, ağıl sahibləri başa düşər. Yəni, alimlər orada nə demək istəyir? Rabbənə lə tuzigh qulubana ba'de idh hədeytənə. Bundan sonra belə deyir. Ey Rəbbimiz, bizi hidayət etdikdən sonra azdırma. Görsən, alim bizdən, rasikhlərdən gedir söhbət. Nədən danışırız Allah orada? O əvvəlki ayələrdə mütəşəbih, möhkəm ayələrdən danışır. Mütəşəbih ayələrdə meyl eləyənlərə Allah buyurur ki, onlar dində fitnə istəyirlər. Amma elmdə rahatsız olanlar, alimlər nə deyir? Bu bizim Rəbbimizdəndir. Demir, biz öyrəndik. Biz başa düşdük, ya Rasulca çatdı. Deyir ki, bu bizim Rəbbimizdəndir. Və biz ona iman gətirdik. Ondan sonra da sabitçilik istəyirlər. Rabbənə lə tuzigh qulubana ba'de idh hədeytənə. Bizə hidayət elədikdən sonra azdırma. Başqa Şeyx Salih Ozan başa salır ki, Əminu məkrallah. Əminu məkrallah, yəni ayənin əvvəli belədir, bayaqçı ayənin. Ki, siz Allahın məkrindən əminsiniz. Yəni, əminsiniz ki, Allah sizi azdırmayacaq. Fələ yə'mənu məkrallah illə qavmul xasirun. Ancaq bir xüsrana uğrayanlardan başqa heç kəs Allahın məkrindən arxayın olmaz. Şeyx deyir ki, bunun mənası odur ki, yəmqur bi əhli şər. Allah subhanət hala şər əhlinə hilə qurur. Bimən ənəhu yəstədricuhu. Yəni, mənası odur ki, onları istidrac edir. Uqubətən ləhum, onlara aqibət olsun deyə. Və Allahın məkri də haqdır. Və o da onu haqq eləyənə gedib çatır. Və Allah da hilə quranların ən yaxşıdır. Allah subhanətlə müqabilində deyil. Yəni ona hilə quranlara qarşı hilə qurur. Buna görə müsəlman mümin Allahın rəhmətindən ümidini üzmüyü və Allahın məkrindən də əmin olmayan ikisini deməli lazım. Yəni Allahın rəhmətindən ümid üzmürsən, elə bilsən ki, hər şey yaxşıdır. Amma Allahın məkrindən də arxayın olmalısan. Ki, Allah subhanətlə sənə də azdıra bilər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allahın rəhməti olmasa, rəhməti və fəziləti. Olmasaydı, heç kəs cənnətdə girməz. Sahabı üçlüyü soruşur ondan ki, ya Rasul, sən də mi, üzüm səviyyət dağıdır cəhətdə mən. Çünki edilən əməllər qarşılığı cənnət deyil. Cənnəti qazanmaq üçün deyil. Yəni, bir mal alanda sən özünlə görürsən ki, bir bahalı bir şey ucuz alanda sevinirsən. Bilirsən ki, onun qiymətlidir, amma sən ucuz aldın. Hətta qəlbi şübhə yaşadır ki, mən Allahdan haqqını girdim. Təsəvvür et ki, sən yerlər və göylər burada olan cənnətlik vəd edir Allah subhanətlə. Qarşılığında sən heç nə istəmir. Adi bəsit şeylər. Məsələn, Allah subhanətlə deyir, yerlər və göylər boyda qulum mənə deyir, günahla gəlsin, bir dənə deyir, şəriş qoşmasın mənə. Yerlər boyda günahla gəlsin, yəni bildiyimiz bu yer kürəsi boyda misal, qıraqda bir dənə günahlar o boyda. Onunla gəlsə deyir, qulum mənə, bir dənə deyir, mənə şəriş qoşmasın. Mən də deyir, yerlər boyda ona deyir, yerlər göylər boyda onu bağışlanmaya gələr. Deməli, məsələ asad deyil. Ona görə Allah subhanətlə demək ki, mənə təkləşdirib gəlsə, mənə tövhidi şərik qoşmayıb gəlsə. Məsələn, şərri zikr elədi Allah subhanətlə. Ola bilərsən tövhidi bilirsən, amma şirki bilmirsən. Tövhidə ümid bəsləyirsən, amma şirkdən arxayın olmursan. Şirkdən qorxmalısan. Tövhidə arxayın olub, şirkdən qorxmalıdır mənim. Ki, ona görə o boyda günahın qarşılığını təzəvvür Allah bağışlayır, nəyə görə bir dənə şərik qoşmamısan. Deməli, şirk böyük məsələdə öyrənmək lazımdır. Şeyx sonra bu babın ən sonuncu hədisini gətirir və deyir ki, وعن ابن مسعود رضي الله عنه قال
خط لنا رسول الله صلى الله عليه وسلم يوما خطا ثم قال هذا سبيل الله ثم خط خطوطا عن يمينه وعن شماله ثم قال هذه السبل على كل سبيل منها شيطان يدعو إليه قرأ وأن هذا صراط مستقيما فاتبعوه ولا تتبعوا السبل فتفرق بكم عن سبيله ذلكم وصاكم به لعلكم تتقون رواه Əhməd və Nəsai. Bu da məşhur hadisdir. İbn Məsud radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün bizim üçün xətt çəkdi yerdə. Və o xəttin kənarlarında başladı xəttlər çəkməyə. Və birinci xətt çəkdi, düz xətt. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu Allahın yoludur. Sonra deyir onun kənarlarından, amma o xəttə bitişik çəkir. Bir xətt çəkir, düz xətt, düz xətt. Həmin o xəttin içindən qıraqlara yollar çəkir belə. Deyir ki, bu da və həm sağına, həm soluna çəkir. Sonra deyir ki, bu yollar hər bir yolun başında da şeytan dayanır. Yəni bu yollar da şeytan yollardır. Sonra deyir bu ayəni oxudu. Bu mənim doğru yolumda ona tabe olun və yollara tabe olmayın ki, o sizi Allahın yolundan azdırar. Bu da sizə olan vəsiyyətdir ki, bəlkə Allahdan qorxasınız. Ona görə də din yolu, İslamın yolu birdir. Bu elə bir yoldur ki, Adəm əleyhissalamdan başlayıb ta qiyamət günü sırat bitənə qədər eyni yoldur. Oradan da möminlər keçir və Peyğəmbər sallallahu əleyhi və səlləm də yolu göstərib. Necə bir hədisdə gəlir, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bir nəfər yolla gedir, onun sağında və solunda qapılar var. O qapılar da açıqlı pərdələrlə örtülüb. Və o yolun başında da iki nəfər dayanır, biri aşağıda, biri yuxarıda. O gedən insan deyir, hərdən qapıları meyilləmək istəyəndə aşağıdakı deyir ki, sabit qal. Hərdən də deyir, o qapılardakı pərdələri açmaq istəyəndə yuxarıdakı deyir ki, sabit qal. Və Peyğəmbər sallallahu əleyhi və səlləm o hədisi başa salır, sonra şərh edir ki, sağdakı, soldakı yollar, o düz yol Allahın yoludur. Sağdakı, soldakı yollar, qapılar Allahın hədləridir. Pərdələr isə haramlardır. Aşağıdakı olan adam möminin imanıdır. Yuxarıda olan isə Qurandır. Ona görə mömin Quran və imanını cəm eləyəndə o yolda sabit qalacaq. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm belə misallarla həmişə sahabələrini başa salardı. Burada dayanaq. Subhanəkə və bihamdikə əşhədu an la ilaaha illə əntə, əstəğfiruka və etûbü ilayk.